Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Canlı yayım zamanı Nərmin bürclərlə bağlı fikirlərini bölüşüb. O, xüsusi bir bürcdə doğulan insanların xarakterindən danışaraq maraqlı açıqlamalar verib. Nərminin səsləndirdiyi fikirlər izləyicilər arasında müzakirələrə səbəb olub. Onun hansı bürc haqqında nə dediyini öyrənmək üçün videonu izləyin. Təqdimatında otururum bütün günü. Bir bürcə 100 jeton. Xahiş edirəm 100 jeton atın bürcləriniz haqqında. Heç kim bürc haqqında sual verməsin. Jeton atın, sual verin. Şir sevgi doludur, əkizlər fikir dəyişkənliyidir. Əslində belə də, hə, tam yox. Qoç bəz, oy bacı, qoç kişiləri. Sen yaşlı şey tatırmamışsan. Hürmiyete olmadı. Astrolog. Astrolog olmamış o yüzden. Qoç kişilərindən əlvi üz. Pulcuyur, şan şöhrəti sevən, İraq yaxşılarından, hamıya aid deyil. Bəziləri babnik, nədir o şey, qız sevən. Astrolog xanım, yemək yiyin, baş üstə. Hə, sonra. Amma qoç qadınları sevgiyə həsrət, sevgiyə möhtac. Qoç qadını təmənnasız sevir, amma təəssüf ki, rast gələndə elə düppədüz. Bəli. Qoç lider olmağı sevirəm. Bəli, can çox sağ olun. Dolça kişisi, az sən Allah səsimi çıxartma, 12 ildə həyat sürürəm. Çox sağ olun. Mama! Eşidirsən? Dur getdinən ki, qarpız doğrasınlar, pendir gətirsinlər. Qarpız bir də qəşəng orada qoyun pendiri var, ondan gətirsinlər. Keçi pendiri. Dolça necə olur ki? Dolça gəldi. Buğa bürcünün qızları. Buğa bürcü qadınları sevəndə içində sevirlər, çox sevgiyə möhtacdırlar, həddindən artıq. Sevgi dolu bürcülər, sevilmək, sevmək istəyirlər, şirinlik xəstəsidirlər. Amma buğa kişilərinin bəzilərindən qaçın. Maşinik, fırıldaqçı, oturub sənə desin ki, arvadımı boşamışam, bir dəqiqədən sonra arvadına desin ki, ay can, başıma dönüm. Yəni aldadan, yalancı bir sözlə. Apar tulla. Bəzilərinə aid də cəm şəklində yox. Mən dolçayam, özümlə fəxr eləyirəm, təmizəm, paçam, çirkliliyi, negativliyi üzərimə götürmürəm, fəxr eləyirəm. Nə yaxşı ki, mən dolçayam. Nə yaxşı ki, dolçayam, bəli, çox sağ olun.